Salam. Bugünkü dərsimiz 8-ci sinif 2-ci hissədən olacaq. 7.1 canlı orqanizmlərin təsnifatı. Burada təsvirdə görürsünüz ki, məktəbdə kitabxanaçı yeni kitabları qəbul edərkən onların müəyyən əlamətlərə görə qruplara ayırır və müxtəlif rəflərdə yerləşdirir. İndi soruşulur, kitabxanaçı kitabları nə üçün qruplaşdırır? Bildiyiniz kimi, lazım olanda asanlıqla əldə etmək üçün və yaxud yerini dəqiq müəyyən eləmək üçün o sistemləşdirməni hansı prinsiplər əsasında aparır? Bildiyiniz kimi, məktəbdə kitablar müxtəlif siniflər üzrə qruplaşdırılır və müxtəlif siniflər üzrə isə hər bir fənnin müəyyən əlifba sırası ilə yerləşdirmək mümkündür və ona uyğun, onu asanlıqla yerini qeyd etmək olur. Təbiətdə bildiyiniz kimi çoxlu miqdarda canlı orqanizmlər yaşayır. Onlarla yaxından tanış olmaq üçün bildiyiniz kimi sistematika elmini müəyyən qədər dərk eləmək lazımdır. Müxtəliflik çoxdur. Öyrənmək üçün isə ilk növbədə canlıların sistematikasını bilmək lazımdır. Canlı orqanizmlərinin müxtəlifliyini öyrənən elm biologiyanın sistematika sahəsi hesab olunur. Bax, burada gördüyünüz kimi canlıların təsnifatı göstərilibdir. Ən böyük təsnifat göstəricisi aləm hesab olunur. Ən kiçik göstərici isə növ hesab olunur. Növ bildiyiniz kimi quruluşa və fizioloji cəhətcə irsən oxşar olan, sərbəst çarpazlaşıb döllü nəsil verən və müəyyən ərazidə, arealda yaşayan və tarixən formalaşan fərdlər cəmi hesab olunur. Bax, gördüyünüz kimi bitkilər aləmində növ, cins, fəsilə, sıra, sinif, şöbə, aləm kimi təsnifat göstəricilərindən istifadə olunur. Heyvanlarda isə yenə də növ, cins, fəsilə, dəstə, sinif, tip, aləm kimi deməli, sistematik kateqoriyalardan istifadə olunur. Fəaliyyətə baxaq, fəaliyyətdə qeyd olunub. Sxemə diqqətlə nəzər salın. Nəzər saldıq. Gördüyünüz kimi burada aləm, tip, sinif, dəstə, fəsilə, cins, növ təsnifat göstəriciləri göstərilibdir. Deməli, heyvanlar aləminə aid olan təsnifat verildiyinə görə biz burada heyvanlardan istifadə, yəni hansısa heyvandan təsnifatda yerini müəyyən eləyə bilərik. İkinci soruşulur ki, ən çox ümumi xüsusiyyətləri özündə cəmləşdirən sistematik kateqoriyalarını göstərən fiquru müəyyən edin. Bax, burada yazılıbdır, oxun istiqamətinə baxsaz, ümumi xüsusiyyətləri özündə birləşdirən, gördüyünüz kimi, daha çox aləm sistematik kateqoriya hesab olunur. Üçüncü soruşulur ki, daha çox fərdi xüsusiyyətlərə malik olan sistematik kateqoriyanı göstərən fiqur hansıdır? Bax, gördüyünüz kimi, fərdi xarakter xüsusiyyətə malik olan təsnifat göstəricisi, bax, növ hesab olunur. Və növ haqqında növ nədir? Onu biz yuxarıda qeyd elədik ki, onlar həm quruluşuna, həm fizioloji göstəricilərə görə, həm sərbəst çarpazlaşıb döllü nəsil vermələrinə görə, həm də tarixən bir sahədə, arealda yaşamalarına görə digərlərindən fərqlənir. Bu, hansısa bir fərd hesab oluna bilər. Oxşar növlər cinslərdə birləşir, bildiyiniz kimi. Oxşar cinslər fəsilələrdə, onlar dəstələrdə, nəhayət sinif, tip və aləmdə birləşir. Bildiyiniz kimi, bax, burada yəqin ki, ekariot heyvanların aləmləri haqqında ola bilər. Bitkilər, heyvanlar və göbələklər aləmi hansısa biri götürülə bilər. Götürülən heyvanlar aləminə aiddir. Çünki burada tip və dəstə sistematik kateqoriyaları, bax, burada da yuxarıda gördüyünüz kimi heyvanlar aləminə aiddir. Ona görə hansısa bir heyvanın
tipi haqqında, məsələn, xordallar tipi haqqında və yaxud məməlilər sinfi haqqında və yaxud da yırtıcılar dəstəsi və yaxud fəsilə pişikimlər və s. beləliklə cins Pantera və yaxud da ki, növ Asiya pələngi şəklində qeyd oluna bilər. Müzakirə edin. Nə üçün sxemdə kateqoriyalar müxtəlif rənglərdə təmsil olunubdur? Bildiyiniz kimi qeyd elədim ki, burada həm müxtəlif aləmlər, müxtəlif tiplər, müxtəlif siniflər, dəstələr təsvir olunubdur. Ona görə də onları ayrı-ayrı rəngdə vermək onları daha yaxşı dərk eləməyə köməklik göstərmiş olur. İkinci soruşulur, sizcə qruplar hansı xüsusiyyətlərinə və ya əlamətlərinə görə birləşdirilir? Deməli, oxşar növlər cinslərdə birləşir. Cinslər bildiyiniz kimi növün daha çox xüsusiyyətlərini özündə saxlamış olur. Amma təsnifat vahidi böyüdükcə, düzdür, növlərin sayı artır, amma onların arasında qohumluq əlaqələri azalmış olur. Məsəl üçün, aləm olaraq biz yuxarıda qeyd elədik ki, ola bilər ki, bitkilər aləmi, ola bilər heyvanlar və yaxud göbələklər aləminin aləminə aid olan hansısa tipi və yaxud sinfi götürüb xarakterizə eləmək mümkündür. Soruşulur, sizcə qruplar hansı xüsusiyyətlərinə və yaxud da ki, əlamətlərinə görə birləşdirilir? Qeyd elədik ki, quruluş xüsusiyyətlərinə görə, əlamətlərinə görə, qohumluq əlaqələrinə görə, müxtəlif yaşda olmalarına görə onları uyğun xüsusiyyətlərini birləşdirib qeyd eləmək mümkündür. Üçüncü, canlı orqanizmlərin sistemləşdirilməsinin əhəmiyyəti nədir? Qeyd elədik ki, yer kürəsində çoxlu miqdarda növlər yaşayır. Növ müxtəlifliyinin çox olması onların haqqında məlumatı əldə etmək üçün sistemləşdirilməsinin əhəmiyyətli olduğunu biz qeyd edə bilərik ki, daha yaxşı onu tezliklə ona olan əlamətlərin yerini və yaxud təsnifatda yerini qeyd edə bilək. Bildiyiniz kimi, bax bu təsvirdə göründüyünüz Carol Linney latın adlarından istifadə etməklə növləri 2 adla adlandırmağa qəbul edibdir. Ona binar nomenklatura da deyilir. Latın dilində birinci deməli cinsin adı, sonra isə növün adı qeyd olunur. Bax, fikir verin, bura yandırıcı qaymaq çiçəyinin latın dilində adını veribdir. Ranunculus acris və yaxud da ki, Asiya qaymaq çiçəyinin də yenə latın dilində adı verilibdir. Ranunculus asiaticus. Burada birinci Ranunculus, hər ikisində cinsin adı acris və ya asiaticus isə növün adının göstəricisi hesab olunur. Və qeyd elədik ki, latın dilində birinci cinsin adı qeyd olunur. Bu iki növ, bax bu təsvirdə də göstərilibdir. A və B növləri hər ikisi eyni qaymaq çiçəyi cinsinə aiddir. Carol Linney'in sistematikasından binar nomenklatura anlayışından indi də istifadə olunur. Bildiyiniz kimi, o canlıları növ, cins, dəstə, sinif kimi qruplaşdırmağa təklif etmişdi. Amma Linney'in sistematikası süni sistematika adlanır. Ona görə ki, o bir çox xarici əlamətlər və çoxalmaq xüsusiyyətlərini əsas götürüb. Bu da bir sıra canlıların təsnifatda yerinin səhv göstərilməsinə gətirib çıxarır. Buna görə də müasir təsnifatda daha çox xüsusiyyətlər nəzərə alınır. Yəni, qohumluq əlaqələri, mənşəyi, yəni ümumi mənşəyi birliyi və yaxud da ki, müxtəlif yaşlılarda olanların xüsusiyyətləri nəzərə alınır və qeyd elədik ki, indiki devirdə genetika elmi də və mikrobiologiya da xüsusilə inkişaf etdiyindən onların genetik xüsusiyyətlərinin analizi də əsas olaraq götürülür. Ona görə də növlərin yerini dəqiq müəyyən etmək mümkün olur ki, o növlər qohumdur və yaxud da ki, fərqli xüsusiyyətlərə malikdirlər. Bildiyiniz kimi, canlıları hüceyrə quruluşuna görə, qidalanma tipinə görə, təşkili xüsusiyyətlərinə görə də qruplaşdırırlar. Gördüyünüz kimi, hüceyrənin təbiətinə gəlincə,
Bildiyiniz kimi artıq hamınız bilirsiniz ki, prokaryotlar mövcuddur və eukaryotlar mövcuddur. Prokaryotlarda bu orqanizmlərin hüceyrələrində formalaşmış nüvəsi olmayan orqanizmlərdir, hansı ki, biz bunlara bakteriyalara adətən aid edirik. Eukaryotlara gəlincə, hüceyrəsində formalaşmış nüvəsi olan orqanizmləri aid edə bilərik. Misal üçün, əmöbü, infizor tərliyi bildiyiniz kimi, onlar eukaryotdur. Eukaryotlar öz növbəsində bir hüceyrəli orqanizm təşkilinə gəlincə və yaxud çox hüceyrəli ola bilər. Bildiyiniz kimi, bir hüceyrəli orqanizmdə bir hüceyrə orqanizm üçün lazım olan bütün fəaliyyəti yerinə yetirir, amma onların arasında hüceyrə ixtisaslaşması yoxdur. Çünki yalnız bir hüceyrədən təşkil olunubdur. Çox hüceyrələrə gəlincə, bədənləri çoxlu hüceyrələrdən təşkil olunmuşdur, yəni hüceyrələrin arasında vəzifə bölgüsü gedib, ixtisaslaşma baş verib. Yəni, bir qrup hüceyrələr əgər hərəkəti təmin edirsə, bir qrup hüceyrələr həzmi, bir qrup tənəffüsü və beləliklə də çoxlu miqdarda onlarda deməli, hüceyrələrin ixtisaslaşması baş vermiş olur. Qidalanma tipinə gəlincə qeyd elədik, avtotrof və heterotrof orqanizmlər mövcuddur. Gördüyünüz kimi, adətən günəş enerjisindən istifadə etməklə qeyri-üzvü maddələrdən üzvü maddələrin sintez edilməsini həyata keçirən bitkilər avtotrof orqanizmlər hesab olunur və yaxud da ki, heterotrof orqanizmlərə gəlincə qeyri-üzvü yolla üzvü maddələri sintez etmək qabiliyyəti olmayan canlı orqanizmlər heterotrof orqanizmlər hesab olunur ki, onlar hazır şəkildə üzvü maddələri yaşadıqları mühitdən əldə etmiş olurlar. Mən keçən dəfəki dərsimizdə də canlı orqanizmlərin aləmləri haqqında məlumat verdim. Qeyd elədim ki, indiyənə qədər biz hüceyrəvi quruluşlu orqanizmlərin 4 aləmdə göstərildiyini qeyd eləyirdik, amma indi gördüyünüz kimi 5 aləm mövcuddur. Bura aiddir bakteriyalar, protistalar, göbələklər, bitkilər və heyvanlar aləmi. Canlı orqanizmlərin müxtəlifliyi adətən qeyd elədik ki, müxtəlif aləmlərin olması ilə əlaqədardır. Canlı orqanizmləri həmçinin bir hüceyrəli və çox hüceyrəli olmaqla da iki qrupa ayrılırlar və qeyd elədik ki, bakteriyalar və protistalar bir hüceyrəli orqanizmlərdir və özlüyündə bakteriyalar da bir aləm təşkil edir, protistalar da bir aləm hesab olunur. Bax, bu yeni öyrənilən və təsnifata qoşulan bir hüceyrəli orqanizmlər hesab olunurlar. Onların bakteriyalardan fərqi odur ki, protistalar eukaryotlara aid edilir, yəni onların nüvələri mövcuddur. Bu protistalar aid olunan canlılar arasında biz həmi yosunları, yəni avtotrof yolla qidalana bilən canlı orqanizmləri, hansı bu təsvirdə də verilibdir, gördüyünüz kimi xlamidamnada, xlorella və yaxud da ki, heyvan orqanizmi olsun, günün vaxtından asılı olaraq gecələr heterotrof yolla, gündüzlər isə xromatoforun hesabına üzvü maddə hazırlaya bildiyi üçün, bax bu yaşıl evqleranı misal göstərə bilərik və yaxud da ki, yığılıb açılan vakuola malik olan, nüvəyə malik olan, yalançı ayaqla hərəkət edən əmöbü və yaxud da ki, kipriklərin köməyi ilə hərəkət edən infizor tərliyi də biz protistalara aid eləyə bilərik. Qeyd elədim ki, bu aləm özlüyündə yeni bir aləmdir, ona görə bunların öyrənilməsi ilə daha yaxşı məşğul olmaq lazım gəlir və bunlar ömürlərinin müəyyən hissəsində deməli, hərəkət etmək qabiliyyətinə malik olurlar. Bu qədər, sağ olun, qalanları